Slimtek cihazıdır. Quraşdırılması bunun da çox sadədir. Arxa tərəfində başlıqların özünün yerləşdirilməyi üçün xüsusi hissəsi var. Bağlanma yerləri də arxa tərəfində bəllidir və hətta yazılarla da göstərilir ki, hansı hara quraşdırılır ki, qarışdırmayasınız yerini. Qoşulma nöqtələridir. 5 başlıq və 6 başlıq və 6 qoşulmadır. Başlıqların funksiyaları: vakuum başlıqları bir böyük bir balaca vakuumu var, bir böyük bir balaca da kavitasiyası var, digərisi istiliyi verən başlıqdır. Cihazı yandırırıq. Arxa tərəfində bir düyməsi var. İlk öncə onu da göstərim sizə. Arxadan bir yanıb sönür. Ön tərəfdən isə ikinci yanma sönmə düyməsi var. Basırıq. Daxil oluruq. 5 başlığımızı rahat şəkildə buradan seçə bilirik. Və modlarımızı, intensivliyimizi hamısını tənzimləyirik. Bu tip cihazlarda diqqət eləməli olduğumuz əsas məqamlardan biri cihazın vakuumunun vaxtaşırı təmizlənməyidir. Bu bizim vakuumun çirklənmə qabıdır. Yəni gellə və yaxud da ki, yağlarla istifadə olunur bu cihazın vakuumu və içərisi dolandan sonra gel və yağ gəlir tökülür bunun içərisinə. Bu dolduqdan sonra birbaşa olaraq aparatın motoruna içəri doğru hərəkət edib motorunu zədələyə bilər. Gel və yaxud da yağ gedir, içərisində olan kanalları tutur və motora qədər gedib çıxır. Ona görə də ən vacib məqamlardan biri tam olaraq dolmağına icazə verməməkdir. Bir digər məsələ, həmçinin sol hissəsində vakuumun gücünü artırıb azaldmaq üçün bir rolikimiz var. Bir digər əsas məsələ vakuum başlıqlarının təmizlənməyidir ki, deyək ki, biz bu vakuum başlığı ilə işləyirik. İçərisində düzdür, gelin qarşısını almaq üçün bir rezin qoyulub, amma yenə də içərisinə yağ və gel keçə bilir. Bunun qarşısını almaq tam olaraq mümkün deyil. Sadəcə gün sonu və yaxud da ki 3-4 gündən bir içərisini isti su ilə yaxalamaq lazımdır. İsti suyu şprislə vurursunuz və dolur bu hissəyə. Yenə də diqqət yetiririk ki, içərisinə vurduğumuz isti su tam olaraq dolub aparatın motoruna doğru hərəkət eləməsin. Bunu boşaldırıq, yenidən vururuq, boşaldırıq, yenidən vururuq. Ta ki içərisinə təmiz, yəni yuxarıdan vurduğumuz şprisdəki su tərtəmiz olaraq bunun içərisinə gələnə qədər bu proseduru davam elətdiririk və hər iki başlığı bu qaydada təmizləyirik. Bu cihaz üzrə artıq xüsusi bir məqamımız qalmadı. Sadəcə diqqət yetirməli olduqlarımız bunlardır.